Ləzzətli çalıram. Saat 2'dir. Toy gedir. Bir de gördüm bir əldəydi buradan beləmə. Böyle baxdım, gördüm cavan oğlandı. Dedi, Əslam mənim, nə lazımdır gətirək bura? Nə lazımdır? Axı çala-çala danışmaq mümkündür. Dedim, sağ ol, Allah canını sağ olasın. Gəl başladım çalmağa. 3 dəqiqə çəkmədi, gəl gördüm bir əldəydi. Gəl belə baxdım, gördüm bu. Əslam mənim, nə lazımdır gətirək? Dedim, sağ ol da qardaş, qoy qarmamı çalım deyə. Bu getdi. 3-cü dəfə gəl gördüm, əldəydi. Belə baxdım, Əslam mənim, nə lazımdır? Baxdım belənçi. Dedim, biraz kisel tapa bilərsən nə üçün? Dedi, nə? Dedim, kisel. Dedi, mən gözlərmişsə. Bu getdi. Saat 3'dür, 4'ə işləyir, toy gedir. Toy əç gəldim, Əslam mənim, bizim əmi oğlun sən hara göndərmişsən, tapa bilmirik. Dedim, biraz kisel lazımdır, o demişəm, dedi, burada kisel olar. Dedim, bəs qoymurdu da mən çalmağa da, nə qayırım mən? Dedi, yoxdur, gəlməyim. İndi başladım mən də nigaran qalmağa, bu maskletlə geri baxı, şefli, gedər hadisə olar, kisel nə tər oldu bu? Səhər 6'da toy qutardıq, yoxdur bu. Zaxdır kəlirik, bir də gördüm masketlə gəlib, toz torpağın çəşində 2 dəqiqə göz beni çişirləyir. Gəldi. Gəldi Əslam müəllim. Səndən xəcalətli qaldım. Tires, Oriyat, Bankə, bütün ərkim çatan dostları getdim gecə ilə. Tapa bilmədim, xəcalətli qaldım. Dedim, xəcalətli düşmanın olsun. Hələ tapmış kimi varsan, mən də toyu çaldım.